Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyə əmr edibsə o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Ateistlər, deistlər, agnostiklar və həmçinin bu qəbildə olan digər dinsizlər və imansızlar barəsində olan növbəti bir videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın, nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa. Bir o qədər də bu dırnaq arası, bu TikTok qəhrəmanlarını, bu yalancıları, bu şarlatanları tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Deməli, dəyərli dinləyicilər, tarix boyu ağıllı insanlar, yaradıcı, tanrı, ilah axtarışında olublar. Hətta biz Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanına baxsaq görərək ki, Rasulullah sallallahu aleyhi ve sellemin zamanında bəzi sahabələr olmuşdu ki, hansı ki onlar bir neçə dinləri değişə-değişə gəlib sonunda həqiqəti, haqqı İslam dinində tapıb və sahabə olaraq yaşayıb, iman üzərində də dünyalarını değişiblər. Misal üçün bunlara gətirmək olar Salman Farsini. Və həmçinin də ta o vaxtdan bugünə qədər ağıllı insanlar, dərrakəli insanlar görürsən ki, araşdırıblar həmişə. Və araşdırdıqca, oxuduqca, maraqlandıqca Allah Subhanahu wa Taala onları doğru yola yönəldib, doğru səmtə yönəldib. Görürsən ki, nə qədər insanlar olub ki, kitab əhlindən və yaxud da xristiyan olub, və yaxud da yahudi olub, və yaxud da görürsən ki, heç bir dini inancı olmur. Lakin Quran-ı Kərimi oxuyub, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnətini oxuyub, araşdırıb, görürsən ki, insanlar haqqa gəlib. Çünki İslam dini, qardaşlarım, mübarək bir dindir. İslam dini gözəl bir dindir. İslam dini sonuncu bir dindir və Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin sonuncu bir peyğəmbərdir. Və ondan sonra nə bir din, nə bir peyğəmbər gəlməyəcək. Və bu din, İslam dini qiyamətə kimi bəqidir, qalıcıdır. Və Allah həmd olsun ki, ağıllı, düşüncəli insan araşdırar, maraqlanar. Lakin biz görürük ki, bizdəki bu ateistlər, bu dinsizlər, imansızlar araşdırmaq, maraqlanmaq, sorğulamaq əvəzinə istehza edirlər, ələ salırlar. Bu onun göstəricisidir ki, dəyərli dinləyicilər, bu insanlarda yəni Allahı axtarmaq, Peyğəmbəri axtarmaq, Allahın dinini və Peyğəmbər sallallahu əleyhi və səlləmin buyurduqlarını oxumaq, maraqlanmaq deyil. Bunların məqsədi insanları özləri kimi dinsiz, imansız və beyinsiz etməkdir. Vəssalam. Vallahi ki, nə çox ateist görmüşük, nə çox heç bir dini inancı olmayan insanlar görmüşük, nə çox xristiyan və yaxud da digər məzhəblərə, təriqətlərə aid olan insanlar görmüşük. Sayıları bəlli deyil. Hər halda insansan da, əxlaqın var da, gözəl bir şəkildə gəliblər, əxlaq çərçivəsində öz suallarını veriblər, etirazlarını bildiriblər. Biz də bildiklərimizdən onlara cavablandırmışıq. Qəbul ediblər, deyiblər ki, Allah razı olsun, çox sağ ol, təşəkkürlər. Çıxıb gediblər. Qəbul etməyiblərsə də, razılaşmayıblarsa da belə, yenə də çox sağ ol deyib, əxlaq çərçivəsində də çıxıb gediblər. Lakin sən bu günləri sosial şəbəkələrdən istifadə edərək şəkilli də qoymuşam ora. Çıxıb müsəlmanları təhqir edirsən. Müsəlmanların inanclarına sataşırsan. Ələ salırsan. Yer üzündə 2 milyard. Yer üzünün əhalisinin 2 milyardı müsəlmanlardan ibarətdir. Azərbaycan dövlətinin torpağının isə 95% müsəlmanlardan ibarət olan bir ölkənin müsəlmanların sevdikləri şəxslərə dil uzadırsan, ələ salırsan. Deyirsən ki, 1400 il ondan əvvəl bir dənə bədəvi küpladıb gedib deyirsən kitaba. Yəni ələ salırsan müsəlmanları. Sən heç bilirsən ki, Allahın Rasulü sallallahu aleyhi ve sellem müsəlmanlar üçün hansı bir məqamda, hansı bir mərtəbədədir. Və sonra sən istəyirsən ki, özünə qarşı hörmət görəsən. Sən gələ birinci insan qarşındakilara hörmət edəsən ki, sən özünə hörmət görəsən də. Hörmət etməyəndən sonra sənə kim hörməti qoyacaq ki? Dinləyim, dəyərli dinləyicilər. Sonra cavablandıraq Allah azə. İnsanın düşünmə orqanına aid Quran-ı Kərim bizə hansı informasiyaları ötürüb? Əgər Qurana nəzər salsaq görərik ki, 100-dən çox ayədə insanın ürəyi ilə düşündüyü deyilir. Yəni,
Qurani-Kərimin nəzəriyyəsinə görə, bizə ötürdüyü informasiyaya görə sən demə insan ürəyi ilə düşünürmüş. Amma müasir elm onu deyir ki, insanın düşünmə orqanı beyindir. İnsan beyni ilə düşünür. Ürəyin isə funksiyası yalnız arteriyalara qan pompalamaqdan ibarətdir. Yəni ürəyin düşünmək kimi bir funksiyası yoxdur. İndi ənənəvi olaraq dindarlar gəlib yazacaqlar ki, orada elə demək istəməyib. Məcazi mənada deyib. Necə ola bilir ki, gözü deyəndə məcazilik yada düşmür, qulağı deyəndə məcazilik yada düşmür, düşünmə orqanına gəlib çatanda məcazilik yada düşür. Ayəni qoyuram bura, diqqətlə oxuyun. Sırf ürəyi nəzərdə tutur. Yəni köksdəki, sinədəki ürəyi nəzərdə tutub deyir bu sözü. Necə ola bilər bu? Əgər bu gerçək bir yaradıcının kitabıdırsa, bu yaradanın xəbəri yoxdur bu yaratdığı məxluqdan, bu harası ilə düşünür. Sən bundan sonra hörmət görmək istəyirsən özünə qarşı. Dünyada 2 milyard müsəlman yaşayır. Sən ən azından onların inanmırsan, öz işindir, yəni özün bilərsən. Hər halda cəhənnəm dolmalıdır da, olmalıdır sənin kimilərinə. Ən azından sən qarşı tərəfə hörmət eləməlisən. Çünki sən onların Rəbbi barəsində danışırsan. Çünki yer üzündə olan 2 milyar insan gün ərzində 5 dəfə Allahın qarşısında səcdə edib ona ibadət edirlər. Sən isə ələ salırsan, istehza və sonra deyirsən ki, mənə qarşı hörmət yoxdur. Mənə qarşı belə deyirlər. Yəni nə etmədilər? Sənə qarşı əl çalmalıdılar, demədilər bravo. Yəni indi mən dediklərimi sənə hamısını bir sübut eləyəcəm. O deyir sənə müasir elm. Sənin üçün müasir elmdən heç E hərfi də yoxdur səndə. Sadəcə indi hardansa bir dənə əlvə bir dənə nəsə keçib oxumusan, çıxmısan orada özünü ağıllı göstərmək istəyirsən. Vallahi ki uşaqsan. Yazıqsan, bədbəxt insansan. Sənin kimi. Bilsən nə qədər ağıllı, səndən də ağıllı insanlar olub. İslam'a qarşı vuruşublar. Pulları səndən də çox olan insanlar olub. İnstitutlar qurublar, universitetlər qurublar ki, İslam'a qarşı döyüşsünlər. Amma heç nəyə bilməyiblər. Onlar tarixin zibilliyində məhv olub gediblər. Amma Allahın dini, bu İslam dini bugün də var və qiyamətə kimi də gedəcək. Və elə bir ev, elə bir mənzil olmayacaq ki, o İslam ora daxil olmasın. Muhammed sallallahu aleyhi ve sellemin adı isə bu günləri bütün yer üzündə çəkilir azanda. Yer üzündə, azanda, bütün dünyada Allah Rasulunun adı çəkilir. Dinləyiz, görün sonra nə deyir, görün sonra necə ələ salır. Və hələ bundan sonra deyir ki, mənə deyir, hörmət eləmirlər, mənə deyir, müsəlmanlar pis sözlər deyirlər. Nə demədilər ki sənə? Əslində, mən bunları qınamıram. 1400 il bundan qabaq yaşamış bədəvi bir ərəb hardan bilsin ki, beyin nədir, düşünmək nədir? Ağlına nə gəldi, küppıldadıb yazıb da ora. Eşitdiniz dəyərli dinləyicilər? Ağzına gələni yazıb küppıldadıb gedib ora. Allahu Akbar. Yəni, əhalisinin 95% müsəlmanlardan ibarət olan bir ölkənin müsəlmanlarının görəcə bu adamı alçaldır, görəcə təhqir edir. Yəni, onun başqa bir adı yoxdur, qardaşlarım. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem yer üzündə olan 2 milyard müsəlmanın söykənəcəyi yerdir, oxşamaq istədiyi yer şəxsdir. O sənin, o bədəvi adlandırdığın var, deyirsən, o bədəvi. 1400 il bundan qabaq cüplayıb yedi. O bədəvi ərəb, o bədəvi ərəbi. Peyğəmbər sallallahu aleyhi ve sellemi kitab əhlindən olan xristiyan bir alim var. Michael Hart. Belə bir kitab yazıb. Stovilikə Şixlücey Mira. Dünyanın 100 ən məşhur insanı. Və o xristiyan ola İsa əleyhissalamı 3-cü yerdə qoyub. Birinci yerə bilsən kimi qoyub, sən bax deyirsən, o bədəvi. Həmin o Muhammed sallallahu aleyhi ve sellem'i qoyub birinci yerə. Və sən bədbəxt hardan biləsən ki, Allahın Rasulü Muhammed sallallahu aleyhi ve sellem kimdir? Bax, sonra deyirsən ki, mənə qarşı belə eləyirlər. Və sən qarşı tərəfə hörmət qoymalısan ki, sənə də hörmət qoysunlar da. Belə danışıqla sən hara gedəcəksən, yaxşı. Vallahi ki, nə qədər gec deyil, get tövbə elə. Get tövbə elə, inanmadığın Allahdan bağışlanma dilə. Bağışlanma dilə ki, Allah subhanahu ta'ala sənə rəhm etsin. Və ozuya gəldikdə isə, sonra da bu burada o yaşından, başından utanmayan biri də var. İnşallah ona da cavab verəcəm Allah iznə. Deməli, ağıl qəlbdədir, yoxsa başdadır? Düşünən qəlbdir, yoxsa ürəkdir? Görək, bu
elm nədir və həmçinin Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem'dən buyurub bu arada. Allah Teala Quran-ı Kerimdə bizə önəmli olan Allahın kitabıdır. Bizə önəmli olan elm deyil. Elm istəyir nə deyir desin. Yəni sadəcə biz bu şeyləri gətirməkdə məqsədimiz yəni insanların maarifləndirməkdir. Maarifləndirmək və elmləndirməkdir. Elhamdülillah istəyir düz gəlsin, istəyir uyğun gəlməsin. O kafirlərin sözləri bizə lazım deyil. Bizə lazım olan Allahın kitabıdır. Allah Subhanahu taala deyir qəlbdədir. Vəssalam biz iman gətirmişik. Allah Subhanahu taala deyir buyur belədir. Vəssalam biz ona iman gətirmişik. Qutardı getdi. Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur. Vəssalam eşitdik və itaat etdik. Deməli Allah Subhanahu taala Quranda bir neçə ayətdə ağlın qəlbdə olmasını bizlərə işarə edir. Məsələn Allah Subhanahu taala Ərəf surəsi 179-cu ayətində buyurur ki, cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, lakin onunla anlamazlar Allah Taala deyir. Gözləri var, onu görməzlər, qulaqları var, onunla eşitməzlər. Yəni bunlardan gedir. Yəni bu cür nə? Məxluqlardan. Onlar heyvan kimidirlər Allah Taala deyir. Hətta daha çox azğınlıqdadılar. Yəni heyvandan da azğındılar. Qafil olanlar da məhz onlardır. Nə üçün Allah Subhanahu taala? Çünki heyvanlar öz Rəbblərini tanıyırlar. Heyvanlar onları ruziləndirəni tanıyırlar. Amma görürsən ki, boy buxun verdiyi Allah Subhanahu taalanın o spermadan xəlq etdiyi bu məxluq boya başa çatıb, indi isə nədir? Onu yaradanı nə edir? Danır. Qardaşlarım, diqqətlə dinləyin. Tərcümədə bizdə ürək kimi verirlər. Lakin ərəb dilində qəlb və yaxud da ürək başqa-başqa şeylərdir. Qəlb və ürək başqa-başqa şeylərdir, qardaşlar. Ürək bizim bildiyimiz insanın sinəsində olan, sol tərəfdə olan, yəni sol tərəfdə olan və həmçinin də vəzifəsi qanı bütün bədənə vuraraq oksigen daşıyan bir orqandır. Lakin İslam dinində, Quran-ı Kərimdə qəlb sadəcə qan vuran orqan deyil. Yəni bizim bildiyimiz bu ürək var, hansı ki yəni bu formada, ürək formasında olanda ət parçası, qanı bədənə ötürən, oksigeni daşıyan bu ürəkdir, qardaşlarım. Bizim bildiyimiz bu orqan, bu ürəkdir. Lakin qəlb tam başqa bir şeydir. Qəlb beyindir, hansı ki o ürəyin içərisində yerləşir. Alimlər belə deyirlər. İndi biz dünya alimləri ilə də gətirəcəyik. Qəlb sinədə yerləşir, amma ürəyin özü deyil. Çünki anlamaq, seçmək mərkəzi kimi Quran-ı Kərimdə keçir. Düşünmək, anlamaq və seçim etmək mərkəzidir. O qəlb. Qəlb sözünün mənası nədir deyərdi? Qəlb sözü ərəb dilindən dəyişkən, çevrilən mənaları var. Ona görə də Allah Subhanahu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala'nın qəlblər Allahın barmaqları arasındadır. Onu istədiyi tərəfə nə edir? Çevirir, dəyişir. Ona görə görürsən ki, insan kəlməsi var da, insan kəlməsi nəsiyə kəlməsindən törənib. İnsan sözü. Bunlar hamısı ərəb dilində olan sözlərdir, qardaşlarım. Yəni sən hara fırlatçında ərəb dilindən keçib bu kəlmələr biz. İnsan sözü unutqan mənasındadır. Həqiqətən də insan unutqandır. İnsana 100 dəfə yaxşılıq elə, bir dəfə pislik elə, o pisliyi yadda saxlayacaq, o 100 dənə yaxşılığı unudacaq. Bu insanın nədir? Xislətidir. Allah Taala onu belə xəlq eləyib. Və həmçinin qəlb sözü də dəyişkən, çevrilən mənalarındadır. İnsanın daxilini idrak mərkəzidir daxilində. O da beynin mənəvi hissi ilə bağlıdır. Yəni qəlblə beyin bir-birlərinə bağlıdırlar. Yəni Allah Subhanahu wa Taala mənəvi ağlı nəzərdə tutur. Elm isə bioloji ağlı nəzərdə tutur. Elm deyəndə ağıl bunu nəzərdə tutur. Amma İslam deyəndə ağıl o qəlbi nəzərdə tutur. Yəni bizim bildiyimiz bu ürək yox ha, bu formada olan ürək yox. Allah Subhanahu taala necə ki bizdə o başda da düzmən mazgi beynimizdir də. Beynimizin içində biz ağlı göstərə bilmirik axı. Amma ağıl var. Həmçində ürək də ət parçasıdır. Onun içərisində o qəlb var, düşünən qəlb, çevrilən, dəyişilən qəlb. İslam bunu deyir sənə. Bizdə belə bir söz var, eşitmisiniz? Deyir ki, qəlbinin bir səsinə qulaq as. Yəni qəlbinlə düşün. Yəni bunu əbəs yerə de, bu özü də bilir onu. Bu məxluq, Allahın yaratdığı bu məxluq indi Allaha danır. Bu özü də bilir onu. Ki insanın qəlbinin səsinə qulaq asması var. Qəlbinin düşünməsi var insana. Və deyir, bu zidd deyil ağla.
İkisi də bir-birlərini tamamlayır. Beyin məlumatı analiz edir. Çünki birinci qəlbdir. Qəlb ötürür onu beyinə siqnal kimi. Beyin də başlayır nə etməyə? Qərar verməyə. Ya qorxur, ya ağlayır, ya düşünür və s. İndi olan hamısını bir izah edəcək. İslamda və Quranda qəlb 3 şey nəzərdə tutulur. Qəlb deyəndə, qardaşlarım. İdrak və anlama mərkəzi. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalimların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər. Çünki əslində maddi gözlər deyil, köksdə olan qəlb gözü kör olar. Eşitmişsiniz də qəlb gözü var ha. Qəlbin gözüdür, kör olar. Sevən qəlbdir, kör olar. Eşitmişsiniz də bu kəlmələr əbəs yerə çıxmayıb, qardaşlar. Həqiqətən sevən qəlb kör olur. Baxırsan gözü ilə görür, amma qəlbi kördür. Kör sevdiyi üçün bağlanıb o insana. Ona görə Allah Taala deyir ki, düşünsünlər. Yəni düşünən və nəticə çıxardanların yerdir. İkincisi isə İslam dinində iman və niyyətin mərkəzidir qəlb. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərini də pərdə çəkmişdir ki, onlar üçün böyük bir əzab vardır. İman, küfür, nifaq hamısı qəlbdə olur. Əməldən əvvəl niyyət insanın qəlbində olur. İnsanın niyyəti var. Mən bu günləri niyyət edirəm. Yəni insanın qəlbindən onu keçirdir. Ağlı ilə yox. Üçüncü isə hissiyat və vicdan mərkəzidir. Ancaq sağlam bir qəlb Allahın huzuruna gələnlərdən başqa, Allah Taala buyurur, möhürlənmiş qəlb və yaxud da yumuşaq qəlb. Bütün bunlar hamısı mənəvi hallardır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, həqiqətən də bədəndə bir dənə ət parçası var. Əgər o ət parçası düzələrsə, bütün bədən düzələr. Əgər o pozularsa, bütün bədən də pozular. O da nədir? İnsanın qəlbidir. Ona görə də insanın qəlbini alimlər padşaha bənzədiblər. Digər əzaları isə onun nədir? Onun ordusu sayıblar. Artıq, qardaşlarım, elmi tərəfə keçək. Deyir ki, 30 ildə kardiologiya, nevrologiya o qədər inkişaf edib ki, elm adamları deyirlər ki, düşüncə beyindədir. Amma hisslər ki var, hisslər. İnsult olması insanın həyəcan keçirməsi, sarsıntı, sevinç, kədər, qəm, qüssə, bunlar hamısı birinci qəlbdə başlayır. O qəlb sonra onu impulsuna vurur, siqnalına beyinə. Beyinə vurandan sonra beyin başlayır qərar verməyə. Ona görə də insanın həyəcanlanması, insanın qorxması, insanın sevinməsi, bunlar hamısı insanın qəlbində baş verən hallardır. İkinci isə elm alimləri deyir ki, emosiyalar əvvəlcə ürəkdə hiss olunur. Baxın, görün nə deyir? Qorxu, sevgi, həyəcan, ürək döyüntüsü dəyişir. İnsan qorxanda başlayır ürək döyünməyə tez-tez. Sevincdən də olur belə. Sonra beyin bunu qəbul edir, deyir ki, mən qorxdum indi. Və beyinə siqnal ötürürkən indi qorx. Beyin başlayır nə etməyə? Demək ki, qorxdum. İndi sən başa düşürsən də nə deməkdir? Sonra üçüncüsü isə deyir ki, ürəyin ritmi beynin qərar vermə və diqqətinə birbaşa təsir edir. Ürəyin ritmi beynin qərar vermə və diqqətinə birbaşa təsir edir. Müasir elm və təsdiqləyir ki, ürək beyinə təsir edir. Yəni, hissin giriş qapısı ürəkdir. Qısası bir cümlə ilə. Ürək bədənini yaşadır. Qəlb isə ruhunu yaşadır. Ona görə Quranda ağıl edən qəlb deyilir. Çünki Allah bizi yalnız beyinlə deyil, həmçində vicdanla, imanla, məhəbbətlə seçməyimizi Allah Taala istəyir. Ona görə də Allah Subhanahu wa Taala'nın Quran-ı Kərimdə buyurulması ki, onların qəlbləri var, lakin düşünməzlər, anlamazlar. Bunların heç biri insanın, yəni elmə zidd deyil. Çünki ürəklə, qəlblə ağlın arasında bağlantı, sıx bağlantı var. Ürək, qəlb impulslarına siqnalı ötürür beyinə, beyin nə deyirsə o da reaksiya verir. Düşünürəm ki, sənə izah edə bildim. Amma özünə qarşı hörmət görmək istəyirsənsə, dini öyrənmək istəyirsənsə, bilənlərdən savadlı insanlara sual ver. Maraqlan, lakin çıxıb ələ salma, istehza etmə. Bir dənə şeyi yadında saxla ki, bu din Allahındır. Bu dinin sahibi Allah Taaladır. Allah Subhanahu wa Taala sən və sənin timsalında o qədər
dinsizlər, imansızlar olub ki, hansı ki Allahın dininə qarşı vuruşurlar, nə isə eləmək istəyir. Lakin Allah Teala onları məhv eləyib, özü çox pis məhv eləyib. Ona görə də elə Allahın qəzəbini üstüvə salma. Vallahi ki, onun altından həyatın boyu çıxa bilməzsən. Həyatın boyu çıxa bilməzsən. Nə qədər gec deyil, cavansan. Örgənmək istəyirsənsə, Allah həmd olsun, nömrəmiz var. Zəng elə, örgən. Maraqlan. Amma müsəlmanların dəyərlərinə toxunma. Dəyərlərinə toxunma. Bu, başı yaşından utanmayan burada birisi də var. İndi ona qulaq alsa, istəyirəm ona da cavab vereyim qısa şəkildə. Əbə bunları qınamır abi. 1400 il bundan qabızıb da ora. Mən deyəndə ki, bütün dinlər insanlar tərəfindən yaradılıb. Bəziləri elə öz bildiklərini deyirlər. Bax, görürsünüz, bunlar hamısı bir sübutlardır ki, yəni dinlər insanlar qardaşın sözü olmasın. Bəyəm Allah yaratdığı bəndəni bilmir ki, harasından düşünür. Əlbəttə ki, insan beyni ilə düşünür və ürəklə düşünürlər bəyəm. Yəni, biz deyirik, bax, bunlar açıb qoyurlar ortalığa. Yəni, həqiqətən də, valla Tesla həqiqətən də düz deyilmiş ki, yəni, Quranı oxuyan ateist olur, oxumayan dindar. Bəli, həqiqətən də bizim bəzi o dindarlar, bir çoxlar daha doğrusu, Quranı oxumayıblar. Oxusalar, onlar, yəni, orada o bir-birinə zidd olan sözləri görərlər, ayələri görərlər, ondan sonra bilərlər ki, həqiqətən də Quranı, yəni, ümumiyyətlə, Quranı yox, bütün dinləri, yəni, Allah yaratmayıb. İnsanlar tərəfindən yaradılıb. Bax, sevik o tərəfdən açıb qoyub o bir-birinə zidd olan ayələri cəmaatın qarşısına. Bunlar bir tərəfdən. Valla buradan bilmirəm neçə yaşım var. Görsənən odur ki, yaşın hər halda böyükdür. Qoyumsan o uşağın zanın videosunu ora və o ilə fəxr edirsən ki, elə bilirsən ki, nəsə belə dəhşət bir şey tapmasan da və fəxr edirsən ki, filan kəs oradan videolar qoyur, bu burası buradan qoyur. Allah həmd olsun ki, yəni biz nə qədər həyatdayıqsa, hamısında cavab vermişik və cavab da verməyə də davam edirik inşallah. Və düşünürəm ki, indi buradakilərə dediklərimə də qulaq asacaqsan və özün üçün də bir nəticə çıxaracaqsan. Buradan bilmirəm hansı sahədə məşğulsan, nə işlə məşğulsan. Sənə sadəcə bir dənə sual vermək istəyirəm. Mən özüm həm Azərbaycan Dövlət Pedaqoji Universitetini qurtarmışam, Tarix Fakültəsini və əlavə hüquqdur. Və həmçinin də, elhamdülillah ki, dinimizi də öyrənmişik. Və bu günə qədər də neçə illərdə Allah həmd olsun, Allah Teala ömür verib təbliğ edirik. Və mən bu günləri, bilmirəm sən hansı sahə ilə məşğul olsun, indi istənilən bir sahədə. Və mən gəlib girib sənin sahəvə və sənə çalışsam ki, sənin sahəndə sənə ağıl verməyə. O sahəni bilmədiyim halda. Məsələn, gəlmişəm, indi sən cərrahsan, gəlmişəm, səni cərrahiyyəni öyrədirəm. Ayağı sən düz cərrahiyyə aparmırsan, burada belə olmalıdır. Və yaxud da diş həkmisənsə, gəlib sənə diş sahəsində ağıl versən. Və yaxud da hansısa bir biologiya, kimya sahəsində gəlib sənə ağıl versən. Buradan sənə sual verirəm də, nə deyərsən adama? Deyərsən, düz danışırsan, sağ ol. Deməsən ki, git işinlə məşğul ol, sən sahən deyil, nəyə gəlib girmirsən bura? Git müəllim belə və yaxud da git dininlə məşğul ol, dinini də təbliğ elə. İndi buradan da mən sənə eyni sualı verirəm. Bu sahələr sənlik deyil, nəyə gəlib girmirsən ora? Nəyə gəlib o videosunu qoymusan, uşaq-maşağın videosunu və fəxrlə də deyirsən ki, dini Allah yox, insanlar ya. Hardan bilirsən ki bunları? Hardan bilirsən də bunları? Və sən getdin, oturdu bir dindarla, hər hansı bir dindarla oturub bir söhbət elədin, bir sualları verdin. Heç yəni ki, səndə zərrə qədər də yəni bir Allah qorxusu yoxdur. Çünki mən buradan baxıram, görürəm ki, sən Allahı danmırsan. Dinləri ola bilər, dini danırsan, amma Allahı danmırsan. Hər halda bir zərrə qədər yəni Allah qorxusu yoxdur səndə. Düşünmədin ki, subhanallah, mən nə danışıram? Mən bilmədiyim şeyi necə danışa bilərəm? Biz hərdən televizor ekranlarına baxırıq. İnsanlar görürük ki, hansı ki öz sahəsi, o bizdə belə bir misal var, hər kəsən öz işi ilə məşğul olsa, o işte oradan da gözəlləşər. Bax, buradan da o sualı sənə verir, hər kəsən öz işi ilə məşğul olsa gözəl olmaz o. Və nə yaxud da nəsə öyrənmək istəyirsənsə, heç olmasa yaşından başından oturardı, bir zəng elə, bir maraqlan, dindarlar var. Allah həmd olsun, yerimiz də bəllidir, oturduğumuz yerdə. Gəl, otur, sualları ver mənə, sənin sualları hamısını cavablandıraq. Əlbəttə ki, sən oturmuşsan orada sosial şəbəkələrdə hansısa bir dini savadı olmayan, elmi bir insan olmayan çıxır ora 2-3 dənə sual verirlər, aciz qalır, o deməkdir ki, İslam dini batdı, yəni İslam dini səhvdir.
Allah həmd olsun ki, İslam dini bilən dahi insanlar var, şəxslər var. Onlardan bir maraqlanmaq lazımdır, onlardan bir soruşmaq lazımdır. Vallahi ki, bu günləri, bu, yəni, bədbəxtçilikdir bu. Bədbəxtçilikdir ki, müğənni çıxıb sənə dini öyrədir. Ateist çıxıb sənə dini öyrədir. Ateist çıxıb sənə dini öyrədir. Deyir ki, Allah deyir, bilmir, yaratdığı bəndəsi nə ilə düşür. Allah Subhanahu taala bilir də, Allah Quranda xəbər verib. O sənin ağılsız alimlərin bilmirlər, dünyavi alimlərin bilmir. Amma Allah Subhanahu taala hər bir şeydən xəbərdar, hər bir şey bilir. Hər şeydən də xəbər verib, Allah həmd olsun. Və biz buna iman gətirmişik, etiqad etmişik. Yəni sənə nə düşüb ki, sən düşmüsən ortalığa, o uşaq-muşağın videosunu paylaşırsan, görmü ilə nəsə qazanırsan. Vallahi ki, yəni ki, hər halda o, belə deyək də, bu izləyici sayı artırmaqdır, nə bilim, prim qazanmaqdır, o gedib başqa işlə məşğuldur, başqa şeylə qazanır, o primimizi, o izləyici sayımızı da. Yəni gərək gəlib Allahın dini ilə, Peyğəmbəri ələ salmaqla qazanası. Allahu Akbar. Vallahi ki, yəni Allahın dinini ələ salanları, yəni Allaha birbaşa tapşırır. Allah Subhanahu taala, bu din Allahındır. Bu din Allahındır. O vaxtı Allah Resulü sallallahu aleyhi ve sellemin babası, o Əbrəhə qoşunu ilə Məkkəyə hücum edirdi. Məkkədən Kəbə daşını götürmək istəyirdi. Əbrəhə gəlib oranı talan etmişdilər qoşunları və cəmaatın mal-qarasını yığıb aparmışdılar. Abdülmuttalib gəldi o Əbrəhənin yanına və dedi ki, mənim mal-qaramı geri verdi. O da dedi ki, abi, mən gəlmişəm sənin Kəbəvi dağıtmağa, heç onun dərdini çəkmirsən, qoyun dəvənin dərdini çəkirsən. O da dedi ki, qoyun dəvə deyir, mənimdir. O Kəbənin isə sahibi var. Allah özü qoruyacaq oranı. Allah Subhanahu taala yerlə yeksan elədi onları. Onun qoşununu. İndi buradan da sizə deyirəm ki, yəni vallahi ki, Allah Subhanahu taalanın qəzəbini, cəzasını üstünüzə göndərməyin. Məhv olub gedəcəksiniz. Heç dünya yığışsa sizə kömək eləyə bilməyəcək. Dünya yığışsa sizə kömək eləyə bilməyəcək. Ona görə nə qədər gec deyil, Allahdan bağışlanma diləyin, tövbə edin. Tövbə qapıları açıqdır. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu.